Başqalarına hər dəfə hə deyəndə özünə yox demədiyindən əmin ol. Salam, mən Sona Çərkəzli, kanalıma xoş gəlmisən. Bu kanalda gəzmək, əyləncə, vloqlar və şəxsi inkişaf barəsində videolar var. Əgər sən də özünü inkişaf etdirmək, həmçinin gəzmək, əylənmək, çoxlu yerlər görmək istəyirsənsə, kanalıma abunə olmağı unutma. Günümüzün ən böyük problemlərindən biri yox deməyi bacarmaqdır. Hazırda biz yox deməyi bacarmadığımız üçün bir çox işimizi ləngidirik, bir çoxsuna yox deyəndə sanki o bizdən inciyəcək, o bizi atıb gedəcək deyə özümüzdən fəraqət eləyirik ki, başqalarına daha yaxşı xidmət eləyək. Əslində bu özümüzə etdiyimiz ən böyük hörmətsizlikdir. Bu videoda sizə yox deməyi bacarmaq üçün olan taktikaları verəcəm. Bu taktikaları mən həm bir çox videolardan, bir çox təlimlərdən, bir çox oxuduğum kitablardan əldə etmişəm və ümumiləşdirib sizə demək istəyirəm və həyatımda da tətbiq eləyirəm. Tətbiq eləyəndən sonra həqiqətən də yox deməyi çox rahat bacarmışam, həmçinin də öz sərhədlərimi qorumağa bilirəm. Birinci növbədə tələsmə. Kimsə sənə zəng eləyib deyəndə ki, məsələn, sabah gedək kofe içməyə və yaxud da ki, bunu mənim üçün eləyə bilərsənmi və yaxud da ki, hər hansı bir iş, sən o dəqiqə qərar verməyə çalışsan, hə deyəcəksən. Çünki qarşındakı insan əgər sənə yaxın insansa və yaxud da ki, sən insanları qırmaqdan çəkinən bir insansansa və yaxud da öz sərhədlərini hələ də tam qoruya bilmirsənsə, o dəqiqə hə deyəcəksən. Ondan sonra ya özünü günahlandıracaqsan, ya hər hansı bir işindən fəraqət eləməli olacaqsan və yaxud da ki, deyəcəksən ki, ayda bu kaş deməzdim. Və kaş da deyəndə əlbəttə ki, geri qayıtmaq olmur, bunu bilirik. Buna görə də sənə əgər kimsə zəng eləyirsə və yaxud da kimsə nəsə bir şey deyirsə, deyə bilərsən ki, hazırda desəm yox deyəcəm. Ona görə qoy fikirləşim, sənə geri dönüş eləyəcəm. Geri dönüş eləyəcəm deyəndə də 1 saata, 2 saata, 5 saata geri dönüş eləyəcəm demə. Çünki əgər o saatı unutsan və geri dönüş eləməsən, bu həm hörmətsizlikdir, həmçinin qarşıdakı insan inciyə bilər, həmçinin də sən özünü tətikdə hiss eləyə bilərsən ki, ayda tez işlərimi bitirim, tez ona geri dönüş eləyim. Yəni elədiyin işə də fokuslana bilməyəcəksən. Buna görə denən ki, mən sənə geri dönüş eləyəcəm və işlərini bitirəndən sonra rahat-rahat fikirləşə bilərsən ki, hə, həqiqətən də onun etdiyi təklifə mən hə demək istəyirəm, yoxsa yox demək istəyirəm. İkinci olaraq yox deməyi açıqlama. Kimsə əgər sənə deyirsə ki, məsələn, tutaq ki, deyir ki, iş yerindəsən və özün iş görürsən, kimsə gəlir sənə deyir ki, axşam biz uşaqlarla məsələn partiya gedəcəyik. Sən isə o ortamları sevmirsən və yaxud da ki, fikirləşirsən ki, evə gec getmək istəmirsən və yaxud da düşünürsən ki, sənin üçün uyğun bir yer deyil və yaxud da yorğunsan, deyirsən ki, yox, gələ bilməyəcəm, çünki axşam evdə işim var və yaxud da ki, mən evə axşam gec gedəndə biraz problem olur və yaxud da özümü çox yorğun hiss eləyirəm falan. Belə demək yerinə sən deyirsən ki, yox, bu gün məndə alınmayacaq. Açıqlama verdiyin təqdirdə qarşıdakı insan özünü haqlı sayır ki, hə, açıqlama verir, deməli əslində yox demək istəmir, amma yox deyir, biraz da baskılasam və yaxud da ki, mən özüm ondan küsə bilərəm, inciyə bilərəm. Belə eləsəm onsuz da gələcək və yaxud da ki, sənə gətirir, deyir ki, bu işi gör. Sən deyirsən ki, ayda mənim eləyə biləcəyim bir iş deyil, amma üzürlü sayı falan. Belə elədiyin zaman qarşıdakı insan özünü haqlı sayır. Sən sadəcə sərhədini qoruyaraq, təbii ki, qırmadan deyə bilərsən ki, hə, amma bu dəqiqə mənim özümün işi var, ona görə də hazırda bu işi eləyə bilməyəcəm və yaxud da ki, hə, axşam mənim başqa işim var, ora gedəcəm və yaxud da ki, o ortam mənlik deyil. Yəni yox deməyi bacarmalısan. İnanın mənə, belə eləyəndə qarşıdakı insan sizə daha çox hörmətləməyə başlayır. Üçüncüsü, plan yeriniz olsun. Bunu mən zamanın idarə olunmasına da demişdim. Nəyə görə plan yeriniz olsun? Çünki siz plan yerinizdə birinci özünüzü önə qoyursunuz və lazım olan işləri ora sıralamağa başlayırsınız. Baxın, kimsə gəlib sizdən nəsə istəyəndə, harasa getmək deyəndə, o bayaq dedimi, fikirləşib deyərsiniz ki, gələcəm yoxsa yox, yəni tələsməyin. Bu zaman baxın planlarınıza, görün çatdıra bilirsinizmi? Görün ona yox deyəndə hər hansı bir işinizdən fəraqət etməyəcəksiniz. Görün özünüzü arxa plana atmayacaqsa, bəli, o zaman hə deyə bilərsiniz. Amma yox, istəmədiyiniz bir şeydirsə, nə bilim, getməsən birdən pis olar deyə heç kimə hə demək lazım deyil. Çünki başqalarına hə dediyimiz zaman birinci növbədə özümüzə yox demiş oluruq və insanın özünə etdiyi ən böyük pisliklərdən biri özünə yox deməyi, amma başqasını özündən daha çox önəmsəməyidir. Belə olduğu zaman biz özümüzü önəmsəmədiyimiz üçün, o enerjini də ətrafa saçdığımız üçün heç kim də bizi önəmsəmir. Daha sonra özünlə savaşma. Niyə? Çünki tutaq ki, bir nəfər gəlir deyir ki, bu kitabı mənim üçün yaza bilərsən və yaxud da ki, buradakı bir şeyi mənim üçün qeyd edə bilərsən. Tutaq ki, sənin də əlində bir iş var və yaxud da iş yoxdur, bu da gözünü yormaq istəmirsən, amma fikirləşirsən ki, qabağımdakı insan çox yaxınımdır və bunu istəyir. Düzdür, insanın özü yaxını olanda, ailə fərdləri olanda, məsələn, mən sevə-sevə eləyirəm. Əgər çox yorğun deyiləmsə, əgər həqiqətində sərhədimi pozmuramsa, əgər həqiqətində başqa bir işim yoxdursa, sevə-sevə o işi eləyirəm. Çünki fikirləşirəm ki, yəni mənim yaxınımdır və həqiqətən bilirəm ki, o insan məndən istifadə eləmək məqsədindən yox, kömək məqsədindən eləyir. Yəni yox deməyi bacarmaq deyəndə biz hər qarşımıza çıxana da yox deməli deyilik. Amma tutaq ki, də sənin bir işin var və çox yorğunsan və qarşındakı insan gəlir sənə deyir ki, bunu eləyə bilərsən, bu işi mənim üçün görə bilərsən və yaxud da hər hansı bir şey istəyir səndən. Bu zaman sən
sən iç savaşını vermə. Bu nə deməkdir? Tutaq ki, yox deyirsən, sonra deyirsən ki, ayda, yox dedim, indi sabah məndən danışmayacaq, mənə indi sifət eləyəcək, sabah mən də ondan bir iş istəyəndə belə eləyəcək. O adamın amma vecinə deyil ha. O adam orada özü üçün nə bilim işini görür. Əgər həqiqətən də özünü təkmilləşdirmiş biridirsə, yəni sənin yox dediyinə görə səni silməyəcək. Çünki sən ona yox demirsən, onun istədiyinə yox deyirsən. Və həqiqətən də sənin bir yox deməyinə görə, 2 dəfə yox deməyinə görə, sən öz sərhəddini qoruduğuna görə səninlə əlaqəni kəsəcəksə bu insan, bir zəhmət kəssin. O zaman heç belə insanların sənin yanında olmağına ehtiyac belə yoxdur. Daha sonra incə şəkildə yox deməyə bacarmaq lazımdır. Kimsə bizə gəlib nəsə deyirsə, biz ona o dəqiqə yox gəlməyəcəm demək o qədər də doğru deyil. Tutaq ki, gəlir deyir ki, gedək bir yerdə alış-verişə. Sən də alış-verişi tutaq ki, alış-veriş eləməyi sevməyən birisən və yaxud da ki, o an o adamdan getmək istəmirsən və yaxud da ki, gedib yatmaq istəyirsən, yorğunsan və yaxud da başqa bir işin var, fərqi yoxdur. Ona yox gəlməyəcəm demək yerinə deyə bilərsən ki, hətta incə şəkildə bunu belə demək olar. Səninlə alış-verişə getmək həqiqətən də çox qəşəngdir və yaxud da alış-veriş eləməyi mən də sevirəm. Təbii ki, bunu yalandan deməyin. Həqiqətən belə birisinizsə hər mövzuya uyğun. Səninlə alış-verişə getmək həqiqətən də maraqlıdır. İndi işim var, gələ bilməyəcəm. Çalışacağam gələn dəfə səndən gəlim. Əgər həqiqətən də getmək istəyirsə, təbii ki, yalan qatmayın. Gələn dəfə deyəndə getməsəz, bu zaman artıq o insan sizdən inciyə bilər. Həqiqətən də gedəcəksə bunu deyin. Əsas açar nöqtə budur ki, amma deməyin. Mən gələ bilmirəm, amma gələn dəfə mütləq gələcəm. Çünki amma deyəndə qarşındakı insan artıq sənə savaş açmağa başlayır. Bu şuuraltı olaraq gedən bir prosesdir. Son olaraq isə sən də istə. Tutaq ki, sən bu dəqiqə bir iş görürsən, Excel faylını yazırsan və çox işin var. Gəlir deyir ki, Word-da da bir işi mənə görə bilərsən. Sən o dəqiqə yox demək yerinə deyə bilərsən ki, hə, sənin Word faylını eləyirəm, amma sən də gəl mənim Excel faylımı elə ki, çatdıra bilə. Çünki mən bu işi eləməliyəm axı. Yəni burada yox demirsən, amma sən də ondan istəyirsən. Qarşıdakı insan həqiqətən də xoşniyyətli biridirsə, o zaman sənə kömək eləyəcək, bir yerdə iş görə bilərsiniz. Bu zaman sənin artıq vaxtın getmir. İki işi də bir yerdə eləyirsiniz. Amma qarşıdakı insan sənə işi yükləməyə çalışan biridirsə, fikirləşəcək ki, ayda iş verəcəkdim, daha da iş yükləndi. Hə, yox, onda sən öz işini gör, mən sonra gələrəm deyib gedəcək və gəlib bir də səndən hər hansı bir şey istəməyəcək. Yəni bizdən nəsə istəyən insanlara yox deyəndə iki tip insan olur. Bizi istifadə etmək istəyən insanlar. Hə, bu zaman onlara sərhəd qoymalıyıq. Biri də var ki, dostumuzdur, tanışımızdır, istifadə etmək məqsədi deyil, nəsə bir kömək istəyir. Bu zamanda baxmalıyıq ki, həqiqətən özümü arxa plana atacağamı? Əgər özümü arxa plana atacağamsa, yaxınım belə olsa mən yox deməyi bacarmalıyam və fikirləşməliyəm ki, o mənim yaxınımdırsa, mənim yox deməyimlə, incə şəkildə yox deməyimlə mənə sifət eləməyəcək və yaxud da ki, mənim arasını pozmayacaq. Zaten arasını pozursa, bu sənin yaxının demək deyil. Amma digər insanlar, yəni səndən istifadə etməyə çalışan insanlarda insan yenə özü hiss eləyir də. Bu zaman yox deyə bilərsən, təbii ki, yenə kobud şəkildə yox, incə şəkildə yox deyə bilərsən və o insan onsuz da bir dəfə, 2 dəfə sən yox deyəndən sonra görəcək ki, sənə nəsə iş yükləyə bilmir, ondan sonra gəlib səndən nəsə istəməyəcək. Bu dediyim yollardan mən özüm də öz həyatımda istifadə edirəm və həqiqətən də çox işimə yarayır. Ümid edirəm ki, sizin də işinizə yaramışdır. Əgər bu tipli videoların daha çox olmağını istəyirsinizsə, kanalıma abunə olub, videonu bəyənib, rəy yazmağı unutmayın. Rəylərdə isə hansı mövzuların daha çox gəlməyini istəyirsinizsə, qeyd eləyə bilərsiniz.